Heyf müqəddəs dədələr. Getdiniz, biri də yoxdur. İnanın, tək bir nişanə qalsa gedib ziyarət edərdim. O etibarlı dədələr. O dostuna dost, düşməninə düşmən olan dədələr, o müqəddəs dədələr, o süfrəli çörəkli dədələr. Götürüb belə bir şeir yazıram ki, dünyanı fani bildilər, o vaxt maraqlı dədələr. Elə bil ki, qeyb olundu sirli soraqlı dədələr. O vədəki sağ idilar, eldə üzü ağ idilar, bir əyilməz dağ idilar, dizi yamaqlı dədələr. Gecə də oldular oyaq, bir-birinə durdu dayaq, onlar idi alim sayaq, əli çomaqlı dədələr. Bir-birinə hörmət idi, abır həyə ismət idi, zirvə boyda qeyrət idi, başı papaqlı dədələr. Bir kəlməni söz bildilər, mənasını düz bildilər, gecəni gündüz bildilər, qara çıraqlı dədələr. Namərdin canını üzən, iş düzəldi bəskik düzən, köhlən at belində gəzən, hanı çarıqlı dədələr. Bir-biri ilə sıx oldular, zərgər gözü tox oldular, birdən-birə yox oldular, evi qonaqlı dədələr. Gözəl müqəddəs dədələr, el ağsaqqalları, eldə hər bir işə qarışıb əskik düzən dədələr, biri-birinə hörmət edən dədələr, ilahi bu həyat beləymiş, biri də yoxdur indi. Biri də yoxdur. O vədəkin din xadimləri mənə qarşı bir söz işlətdilər ki, Zərgər Abbas yəqin ki, din aləmindən heç nə bilmir. Biri də oturdu mənə sual verir ki, sən kəlmə-i şəhadətini bilirsən? Bir buna mən tərs-tərs baxdım, bu molla nə deyir? Kəlmə-i şəhadətini bilirsən nədir? Amma elə bir yerdir ki, haşiyədən kənara çıxa bilmirəm, buna sərt cavab verə bilmirəm. Qorxuram cəmaatın xətrinə dəyəm. Elə bir məclisdəyik ki, mənim həmin günü kəlmə-i şəhadət şeirim yarandı. Müsəlmanım əzbərimdir bismillah, bağışda təqsirim ey böyük Allah. Əşədənnə la ilahə illallah, bağışda təqsirim ey böyük Allah. Gəzib dolanıram düzgün xəyalla, əşədənnə Muhammedin Rəsulullah. İşim yoxdur nə qovğa ilə nə qalla, bağışda təqsirim ey böyük Allah. Leyli nahar, yaşayıram xəyalla. Əmr əl-möminiylə, əli ilə vəliyullah, kəsmə dostluğunu zərgər tək qulla, bağışda təqsirim ey böyük Allah. Qoy bizim din xadimləri də bilsin ki, din aləmindən mən çox gözəl bilirəm. Hər bir şeyi tanıyıram, hər bir şeyi bilirəm. Onlar nəysə kimə sual verdiklərin, atmaca atdıqlarını tanımadı. Əfsuslar ki, elə bir məclis idi ki, mən onlara sərt cavab verə bilmədim. Çünki qorxdum ki, xalqın, cəmaatın xətrinə dəyərəm. Nəysə, onlar bu sualı verməsəydi, bəlkə də bu şeir yaranmazdı. Onları da sağ olsun. Bu şeirimin səbəbkarı o din xadimləri oldu. Var olun, sağ olun. Allah sizlərə can sağlığı versin. Məni unutmayın, mən də sizi unutmuram.